Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə ATV məhəlləsi deyilən ərazidə, Nəmişli yol mən ərazidə ATV məhəlləsinin yuxarı hissəsində yerləşən bir 2 sotun içində 4 otaqlı, tam təmirli, giryaşa vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verib, evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram bu ev, demək Xırdalan, yəni Quruqundan, yəni Binəqədi qay yolu deyirlər. Oradan Çentiyanla gedən yola daha yaxındır. Amma ATV məhəlləsi Biləcərə ərazisi düşür. Məktəbə yaxın ərazidə yerləşir. Bunu da nəzərinizə çatdırın. Məktəbə bir 6-7 dəqiqəlik piyada məhəllənin içində, qəsəbənin içində yerləşir bu evlər. Demək, burada nəzərinizə çatdırın, hörmətli izləyicilər. Bax, 2 dənə burada evdir, ayrıca evlər sıra ilə tikilib. Demək, 2 dənəsi bir qiymət olacaq. 2 dənəsi ayrı qiymət olacaq. Bir dənəsi də tam ayrı qiymətdir. İndi nəzərinizə çatdıracağım. Hal-hazırda mən ucuz qiymətli evləri deyirəm. O birlər biraz bahadır. Getdikcə də qiymətlər bahalaşır. Burada biz ucuzdan başlayacaq birinci. Evin xarici görünüşüdür, gördüyünüz kimi. Yəni bütün məlumatları verirəm. Kürsülüdür. Altına nə istəsəniz yığa bilərsiniz. Bax, burada belə bir aşağıda quru zirzəmisidir. Artıq əşyalar buraya yığmaq mümkündür. Gördüyünüz kimi də quru ərazidə bir dənə bax görürsünüz nəmişlik yoxdur. Atmalar standart 40 santidən atılıb. Qoşadaşdan inşa olunub, fundament hamısı vırılıb, kəmər verilib. Yəni tam standartlara uyğun inşa olunub. Evin yuxarıdan kəmər də atılıb, fundamentdə vırılıb. Yəni evi istədiyiniz bir ustaya gətirib yoxlatdıra bilərsiniz. Keçirik buradan, bax həyəti də bir dənə belə bir çəkirəm. Gördüyünüz kimi də həyət yəni sahəsi genişdir. Bir sot rahat həyəti var. Yaşıllıq aşməsinin orada bir boş torpaq sahəsidir. Keçirik indi evin içi ilə tanış olaq. Nəzərinizə çatdırım ki, ev tam təmiri hazır vəziyyətdə olan evdir. Aksesuarlardır, qoyulub demək olar. Girən kimi dəhliz hissəsidir. Dəhlizin eni haradasa 1.70 olar, 1.80 olar. Tavanları 3 metrdir. Qoşa daşdır, qurqavoy nəzərinizə çatdırım. Sol tərəfdə mətbəxdir, hörmətli izləyicilər. Pərdələr belə asılıb zövqlə, açıq aboylardan istifadə olunur. Gördüyünüz kimi də mətbəxi haradasa 14 kvadrat olar, yaxşı genişli mətbəxi də. Yəni ev sahibi deyir, əgər mətbəx də lazım olsa, qiymətin içində daxil edib, yəni yığdırıb verə bilərik. Sadəcə hələ ki bu mətbəx biraz zövqlü məsələdir. Ona görə bəzən biz bu işləri, ev sahibləri saxlayıb bu işləri. Ev satış üçün də tikilsə də tam standartlara uyğun inşa olunub. Bura qonaq otağıdır, 4-ün haradasa 6.50-7 olar. Bəlkə də 6-dır, indi təxmin ölçü deyirəm. Rahat 6-dan çoxdur bəlkə də. Gördüyünüz kimi də eni də 4 metrdir, rahatdır, genişdir. Otaqlar da hətta genişdir. Açıq aboylardan, ağ qapılardan istifadə olunub. Burada solda 10 kvadratlıq uşaq otağıdır. Gördüyünüz kimi də burada da yenə pərdələr asılıb. 15 kvadratlıq, 3-ün 5-ə bir yataq otağıdır. Gördüyünüz kimi də təmiri qaydasında səliqəli bir evdir, hörmətli izləyicilər. Qapının ağzına qədər demək olar asfalt ərazidə yerləşir. Hündür yerdə yerləşir, havası təmiz olan ərazidə yerləşir. Burada da haradasa 14 kvadratlıq olar. Təxmini ölçü deyirəm, yenə az fərq edir, hörmətli izləyicilər. Pəncərələrindən də tam rahat işıq düşür. Heç bir maneə törətən bir nəsə bir maneə yoxdur arxasında. Gördüyünüz kimi də pəncərələrlə tam rahat evin içinə işıq düşür, pərdənin arxasından bilinir. Ev havalanmaya da tam uyğundur. Burada gördüyünüz kimi aksesuarlar hamısı qoyulub, gördüyünüz kimi moderator zadı hamısı, duş kabinası zadı hamısı yığılıb. Bir dənə mətbəx qalıb, mətbəxi də zövq olduğuna görə, zövqlə yığıldığına görə onu bəzən saxlayırlar. Amma ev sahibi deyir ki, əgər şey olsa, yəni yığdırıb verə bilər. Amma belə vəziyyətdə, bugünkü vəziyyətdə evin qiyməti də indi sizin nəzərinizə çatdıracağım. Hörmətli izləyicilər, kimlərsə də evin satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti, start qiyməti 115.000. 115.000. Start qiymətdir. Yəni qiymətdə bir dənə o mətbəxə görə, hörmətli izləyicilər, arizə qiymət olacaq. Bunu nəzərinizə çatdırım. Lazım olsa, yəni ev sahibi onu da mətbəxə də zövqə uyğun yığdırıb verə bilər.
Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah halana da xeyir versin, Allah satana da. 115 min stat qiymətdir.